Herkese salam dostlar. Sizinle ben Rəhimə Möminə Xatun. Bu mənim ilk videomdur. Kanalıma xoş gəlmisiniz. Bugün mən sizə öz günümü, yəni vlogumu göstərmək istəyərdim. Video başlamamazdan əvvəl sizə özüm haqqında biraz məlumat vermək istəyirəm ki, siz biləsiniz mən kiməm. Birinci məlumat. Bildiyiniz, eşitdiyiniz kimi mənim adım, soyadım Rəhimə Möminə Xatundur. Bəli, mənim adım Möminə Xatundur. İkinci, dalınca. Üçüncü. Mənim 13 yaşım var, yəni 2011-ci ildə doğulmuşam. Yəni 14-ün içindəyəm, okey? 14-ün içindəyəm indi. Amma 13 yaşım var bu dəqiqə. 8-ci sinifdə oxuyuram. Mən gəlir biraz çox danışmışam. Ona görə gəlin videoya başlayaq. Sabahınız xeyir dostlar. Səhərdir, mən hazırlaşıram məktəbə. İndi mən hazırlaşacağım məktəbə. Ona görə sizə çəkirəm. Get ready with me to school. Mənimlə məktəbə hazırlaş. Limonlu su. Nasıl, niyə belə çox gözəl görsənir, mən bilmirəm. Yaxşı, gəlin ilk öncə mən məktəb formamı giyinim. Belə. Məktəb formamı belə. Saçımı da tez yığım, çünki mən yarım biraz gecikirəm. Sırğalardan mən istəyərəm bugün bunu. Mənim ən favorit ola bilər. Bunu belə yığdım. Mən hazıram, gedirik məktəbə. Dostlar, mən məktəbdən qayıtdım. Biologiyanı oxumağa başlayacağam. Belə. Hava çox isti olduğuna görə məcbur qolluqsa geyindim. Fasonu, ən sevdiyim saç fasonu belə ola bilər, çox rahatdır. Mən də düşünürəm yeməyimi yeyim. Sonra isə biologiyanı oxuyacağam. Təkrarladım başdan ayağa qədər. Bilmədiyim şeylərə oxudum. Bildiklərimi buraxdım. Amma heç nə olmaz. Oxudum. Başa okey. 15 dəqiqə keçsin. Başlayacağım hazırlığa. Siz çox yorğunam. Hər şey bilirəm. Yəni bilmirəm. Mən bilmirəm nəyi bilmirəm. Çox qəribə şey. Dostlar, mən hazırlıqdan qayıtdım evə. Düzü desəm çox yorğunam, amma çox şadam. Çünki biz sınav yazırdıq. 30 dənə sınav yazırdıq və sınavda 30 sualdan bir 25-26 düzüm var. Və buna görə mən çox şadam. Çünki əvvəlki sınavda məndə 20 dənə düzüm var idi. İndi isə 26, 25-26. Ona görə mən çox şadam. Mən hələ də dincəlməyə çox da vaxtım yoxdur. Çünki məndə saat 7-də onlayn hazırlığım biologiyam var. Biraz da o haqda danışım. Bəli, mən olimpiyada yazmışam. Biologiya olimpiyadası RFO 8-ci sinif. RFO 8-ci sinif. Düzü deyirlər, RFO çox çətindir. Yaxşı, biraz bəlkə çoxlarla abartdım, amma çox çətindir. Bəli, doğrudan çox çətindir deyirlər. Mən çox istəyirəm finala keçə bilim. Ona görə mən biologiya hazırlığına, yəni biologiya olimpiyada hazırlığına gedirəm. İndi isə mən istəyirəm əl üzümü yuyum, əyimi dəyişim və dərsimi sakitcə edim. Super. Sizə bir şey də demək istəyirdim. Deməli, bizə gəlib kargo, Trendyoldan sipariş vurduqlarımız. Mən maraqlıdır, mənim sipariş vurduqlarım gəlibmi? Gəlibsə baxaq. Birincisi. Düzü hələ ki başa düşmədim nədir? Başa düşmədim mənimdir mi yoxsa?
yoldan çık. Nə? Heç nə. Video çəkirəm. Sən bana vurursan. Uyda, heç bir bilmirəm. Çox sağ ol. Baxın. Deməli, Ferrari, belə Ferrarimiz. Saçım belə elədim ki, görürsünüz. Çox xoşuma gəlir. Gəlin indi ikinciyə baxaq görək mənimdir. Bir də məni. Özümə belə kurtka götürmüşdüm. Adi standart belə boz rəngdə kurtka. Çox xoşuma gəlir. Çox xoşuma gəlir. Hətta bura belə yumuşaq bir materialı var bunun. Çox xoşuma gəldi. Yenə də buna 10-da 10 verirəm. Süper. Deməli, mən bu kargolara ikisinə də 10-da 10 verirəm. Mən ikisi də çox xoşuma gəldi və bəyəndim. Biraz əyləndik, sevindik. İndi isə mən eləyəcəm biologiyanı. Mən biraz compiled testlər işləməliyəm. 6 dənə səhifədir. Mövzuları da təkrarlamalıyam. Dostlar, gördüyünüz kimi də hava çox qaraldı. Bugün sadəcə mənim əsas hazırlığım yoxdur. Amma əlavə hazırlıq biologiyadan məndə var saat 21:30-da. Yəni əsasım yoxdur, amma əlavəm biologiya hazırlığım yenə də olacaq. Yenə də həmin müəllimə ilə, amma yəni başqa mövzu ilə olacaq. Ümid edirəm başa düşdünüz dediyimi. Mən də oradan başa salamıram. Mən də onu deyirdim ki, mənə elə gəlir ki, mən hazırlıqdan çıxandan sonra dərs eləyə bilməyəcəm. Çünki çox yorğun olacağam. Saat 11-mi, 10-mu olacaqdı, yəni gec olacaq. Saat 10 mənə gəlir ki, dərslərimi, məktəb dərslərimi, hazırlıq dərslərimi indidən eləsəm daha yaxşı olar. Dərslərim də yəni çox da deyil. Riyaziyyatdır. Riyaziyyatdan Pifaqor teoremidir. Ona aid misallar yazmaq. Coğrafiyadan sonraki mövzuydu. Coğrafiyadan da bir mövzuydu. Biologiya mənim sevdiyim fən. Bildiyiniz kimi biz toxumalar keçmişik. Toxumalardan da yalnız ikisini keçdik. Törədici və parenkim toxuması. Yəni meristem, törədici, yəni meristem, parenkim yəni əsas toxumlardır. Bunlar da asandır, öyrənmək olar. İngiliscə, rus dilinin yerinə heyf ki mən bilmirəm, amma uşaqlara qrupda yazmışam. Və təsir incəsinə. Yəni dərslər gördüyünüz kimi çox asandır. Bir də toplu analizə sual verim. Siz hansı toplunu seçərdiniz? 2025-ci yeni toplu, yoxsa köhnə 2023-cü ilin toplusu? Hansı toplunu seçərdiniz? Mənim fikrim bunu. Səbəb? Burada suallar həm maraqlıdır, həm vacibdir suallar. Yəni burada lazımsız sual yoxdur. Yaxşı, ola bilər. Okay. Mən bu daha çox xoşuma gəlir. Siz də istəyirəm ki, yorumlarda bu haqqda yazarsınız. Mən də maraqlı olar oxumaq. Kimsə bəlkə bunu seçər, kimsə bəlkə bunu seçər. Yazın yorumlarda, mən oxuyaram. İstəyənlər mənə yorumlarda suallar yaza bilər. Ki, hansı sual sizi maraqlandırır mənim haqqımda yazın, mən hamısına cavab verəcəm. Mən dərslərimi tezliklə eləmək istəyirəm. Hazırlıq başlamayana qədər. Saat indi 7:05-dir. Mənim ardasa plus minus yəni 2 saatim var. 2 saatı mən nətərdir məktəb dərsini eləməyimdə. Dostlar, mən dərslərimi eləyib qurtardım. 20 dəqiqədən sonra mənim hazırlığım başlayacaq. Ondan sonra gedib yatacağam. Çünki mən hələ də çox yorğunam. Mənə elə gəlir ki, mən yatmayana qədər çox yorğun olacağam. İndi nə elədiklərimi deyim. Biologiyanı öyrəndim, amma yenə də təkrarlayacağam. Coğrafiyanı da elə, amma yenə də təkrarlayacağım. Riyaziyyat, ingilis dili, rus dili, hər şey hazırdır. Dostlar, mən də hazırlıqdan çıxdım. Saat təxminən 22:45 olub. Hazırlıqdan 11-in yarısı çıxdım. 11-in yarısı ilə hazırlıq bitirdi. Düz desəm mən hələ də yorğunam. Məndə hələ də bu yorğunluq hissi var.
Amma yorğunluğa baxmayaraq, mən bu günüm çox xoşuma gəldi. Yəni həm məktəb günüm də qəşəng keçdi, həm hazırlıqlarım, yəni bu gün tam əla keçdi. Mənim çox xoşuma gəldi. Dostlar, və beləliklə video sonuna çatdı. Ümid edirəm hər biriniz videomu bəyəndiniz. Bəyəndinizsə like atıb yorum yazmağı və abunə olmağı unutmayın. Sizinlə mən Rəhimli Mömin xatun. Görüşənədək.